Demək, lə majorda dominant sep akkord və dönmələri ilə qururuq. Lə majorda neçə işarə var? Lə majorda 3 işarə var. Fa diyez, do diyez, sol diyez. Dominant sep akkord əmələ gəlir. Dominant sep akkord əmələ gəlir 5-ci pillədə, yəni mi. Lə majorun 5-ci pilləsi mi. Bir səs ötürə-ötürə hamımız qururuq bir yerdə. Mi, sol, si, re. Əhsən, mi, sol diyez, si, re. Sol diyezimiz açar işarəsindədir. Bəli, və həll olur. Lə majorda hara? Do, la, la, la. Əvvəl la, mən elə öyrətməmişəm axı, düzdür? La, do, diyez, başın var olsun. Keçirik növbətiyə. Anlayıram, birinci sinifdən, siz ancaq bu ildən məndə, siz ona görə fərqli öyrənmişsiniz, alışmışsınız. Birinci notu bağlayırıq, indi dönməsini yazırıq, dominant prinseks akkordu. Sol diyez, sol diyezimiz sadəcə açardadır. Sol diyez, si, re, mini bitişi yazırıq. Mini bitişi yazırıq reyə. Sanki əlimiz, qolumuz, ayağımız bizdən ayrı deyil ki, bir akkorddur, düzdür. Ona görə parçalayıb atmırıq qırağa. Bitişidir, ayrı deyil. La, la, do, mi. Ay, sağ ol. Aşağıdan yazmağa başlayırıq. Alışdıraq özümüzü. Notları. Gözəl. Dominant kvart akkord. Si, re, mi, sol. Yazırıq. Si, re, mi bitişi, sol birinci. Ay, sağ onların üstündə. Hara həll olur? La. Hamınız deyək. La. La, do. Do diyez. La, do diyez, mi, la. La. Yaxşı. Və sonuncu. Re, mi, sol, si. Əslində bir məqamı demək istəyirəm. Baxaq. Əgər not sətrimizin düzdür, biz indi əllə çəkirik. Bu xətlərin bir-biri ilə arası nə qədərdirsə, hamısı bərabərdir, düzdür, əslində uşaqlar. Bu da bərabər olmalıdır. Biraz yuxarıdan çəkirik, yazmaq olmaz. Bu məsafəni təxmini götürürük, çəkirik və üzərində notumuzu yazırıq. Çox hündürdə yuxarıdan bəzən çəkirlər, ona bir neçə xət çəksək fərqli not olacaq. Ona görə bu qaydada yazırıq. Burada olur re, mi, sol, si. Sol diyez, si və həll olur. Olur məndə burada aşağıdan yuxarıya. Hər birinin. Do, mi, la, la. Ay, sağ ol. Hər bir notun öz haqqını ödəyək. Çünki hər pillənin, misal üçün, re 4-cü pillədə 3-ə həll olur, 5 yerində qalır, 7 1-ə, 2 1-ə. Mütləq aşağıda, akkord əgər aşağıdan yuxarı qurulubsa, onun həlli də mütləq aşağıdan yuxarıya ardıcıl olaraq, birinci not hansına həll olur, 2 hansına ardıcıl olaraq deyilməlidir. Yuxarıdan aşağıya yox, aşağıdan yuxarı yazırıqsa, aşağıdan da yuxarı deməliyik. Təşəkkür edirəm, çox sağ ol. İndi oxuyaq. Lə majorda dominant sep akkordu dönmələri həlli ilə. Buyurun. Və dominant sep akkordu neçənci pillədə gəlir? 5-də, buyurun. Mi, sol,
La majorda nə? Bizim dominant sərt akkordumuz dönmələri və həlli ilə.